Necə düşünürsən? Bugün müğənnilər, xanım müğənniləri bilərəkdənmi ailə problemlərini gündəmə salır? Çünki tamaşaçıya o maraqlıdır. Özüm bilərəkdən olmayıb da, yəni bilirsiniz də, bu hansı verilişə gedirdim, elə o sualı verirdilər, baxmayaraq ki, mən istəmirdim. Amma bilmirəm, indi mən kimlərin adından danışa bilmərəm, amma qalmaqal ailə daha çox maraqlıdır deyə cəmaata mənə elə gəlir ki, ona görə də. Sənin bir Amerika ilə bağlı problemin var. Mən bugün qərar aldım ki, bunu buradan işıqlandırırım və çünki mən bu haqda maraqlanmışam. Sənin evladlarının üçü də, yoxsa ikisi? İkisi də. Üçü də Amerika Birləşmiş Ştatlarında dünyaya gəlib və onlar Amerika qanunları ilə Amerikanın vətəndaşı sayılırlar. Çünki orada dünyaya gəliblər. Amma mənim bildiyimə görə sənin evladlarının Amerika sənədləri bura gələnə qədər var idi. Bugündən yoxdur. Sən buna görə heç yerə müraciət edəməmsən. Bax, mən sənə görə oranın mətbuat xidmətini, yəni Azərbaycanlı olduğumuzu çıxdıq. Xarici İşlər Nazirinə bu ilə bağlı müraciət etmək istəyirsənmi? İstəyərəm əslində. Uşaqlarımın neçə yaşı var? Böyüyünün 8 yaşı var. Bu ilə bağlı ətraflı danış mənə. Çünki bax, böyük evladının neçə yaşı var, ortancıl və kiçik, bəli. Böyük qızımın 8 yaşı var, ortancılın 5, oğlumun da 3 yaşı var. Neçə il Amerikada yaşayıb o uşaqlar Azərbaycana gəlincə, yəni hansı dövrə qədər, neçə yaşına qədər? Qızım bura gələndə böyük qızım 3 yaşı vardı, 6 yaşı var idi artıq. Ortancıl 2 il yarımdır, artıq 3-cü ilə keçir də. Bəli. Hardasa bir 3 yaş. Sənin Amerikada green kartun var idi, amma uşaqlarımın pasportu var idi. Bəli, bəli. Hal-hazırda pasportlar səndən götürülüb və Amerikadadır, düzdürmü? Burada bəli. Ya burada, ya yox. Yox. Və mən düşünürəm ki, sən bir Azərbaycan vətəndaşı kimi, çünki sənin evladlarının rəsmi doğulduğu yer Amerika Birləşmiş Ştatlarıdır. Mən buradan bizim Xarici İşlər Nazirliyimizə müraciət eləmək istəyirəm ki, Leylanın hüquqları tapdalanıb və mən bu yaxınlarda bir şey bilmişəm ki, mən keçən illəri Amerikada Novruz bayramında iştirak eləmişdim. Bizim Respublikamızın xalq artisti Gülyanaq xanımla və mən ora təşkilatçı kimi getməmişdim. Bildiyimə görə Leylaya dəstək olduğuma görə Amerikada yaşayan Leylanın keçmiş ailəsi mənə gələn xəbərə görə məndən Amerika səfirliyinə müraciət ünvanlayıblar ki, güya ki mən turist vizası ilə Amerika, çünki mən 10 ildir gedib gəlirəm ora. Güya ki mən Leylaya dəstək olduğuma görə Amerikada yolumu kəsməyinə görə məndən şikayət edib. Yəni rəsmi məktub göndəriblər ki, bu adam burada turist vizası ilə gəlib, güya mən, amma tədbir təşkilatçısı olub. Fakt ki, mən orada tədbir təşkilatçısı olmamışam. Bir dənə çıxmışam orada Novruz bayramında demişəm ki, Elgün bəyin ad günüdür, bütün Azərbaycanlıları təbrik edirəm bayramınızı. Hətta bacım evində özüm yumurta getdim Özbək dükanından qırmızı rəngi aldımsa və yarım milyon baxış olduğunu. Sənə görə bunu mənə eləyiblər, amma mən bugündən burada rəsmi olaraq istəyirəm ki, Leylanın 3 evladının hüquqları tapdalanıb. Çünki bu xanım bu uşaqları dünyaya gətirib, amma pasportları alınıb gedib və uşaqlar bu günlər burada demiyorlar ki, sənədsizdirlər, nə mənadır? Çünki Amerika doğumludular, özəl yoxdur və buradan həm mən, həm də Leyla, mən istəyirəm sən də bizim həm Xarici İşlər Nazirliyinə, həm də Amerika səfirliyinə müraciət edəsən ki, uşaqlarımı, buyur. Mən müraciət edirəm, təbii ki. İstəyirəm ki, mənim uşaqlarımın dokumenti məndə olsun. Çünki bilirsiniz də, burada dokumentsiz heç bir şey eləmək olmur. Yəni, bu normaldır. Ona görə də çox istəyirəm ki, mənə kömək olsunlar, mən onların dokumentini əldə edeyim. Əminəm, çünki bizim bu günləri dövlət başçımızın siyasət sayəsində Amerika-Azərbaycan dostluğu var. Trump hətta Amerikada hər adama vermədiyi o Ağ evin açarlarını bizim cənab prezidentinə verib. Bu da bizim böyük bir uğurumuzdur. Mən əminəm ki, Leylanın 3 evladının hüquqları tez bir zamanda bərqərar olacaq. Çünki bu insanlar, burada sənədləri yoxdur. Bunlar sabah burada məktəbə gedirlər, bunlar harası uçmalıdırlar anası ilə. Yəni, mütəmaddi var sənədi belə burada. Amma bunların doğulduğu bir ölkə var, dünyanın bir nömrəli ölkəsi və kimsə qeyri-qanuni bu sənədləri özü ilə aparıb, bu uşaqlar orada qanuni dünyaya gəliblər bir nigahdan, amma mənə bu olunan haqsızlığı niyə? Mən bu dəqiqə Amerikaya getmək fikrində deyirəm və Amerika səfirliyi bilir ki, mən həmişə lazım olanda çalışdığım MTV kanalından, çalışdığım Xəzər televiziyasından iş vizası alıb getmişəm. Heç vaxt Amerikanın qoyduğu qanunları pozmamışam.
Dediyim vaxtı gedib, dediyim vaxtı gəlmişəm, amma kimlərsə öz mənafeyinə bu şikayəti məndən yazırlar. Allah yaxşısını bilir, amma Leyla bu işi mən inşallah bugün gündəmə salacağam və tez bir zamanda sən dəvət olunacaqsan. Hər birinizə təşəkkür eləmək istəyirəm gəldiyinizə görə. Nə yaxşı ki, gəlmisiniz. Sağ olun. Kazımcan, nə yaxşı ki, gəldin, şad Təşəkkür oldum edirəm. səni Çox görmək. sağ Səni də uğurların bol olsun inşallah. Leylanın da, sənin də